4 il bundan qabaq mənim paraliz vurmuşdu bir tərəfimi, saqqal saxlayırdım qardaşım ağzımın əlməyinə görə. Canavar yuvasında yaşayırdım, duno yaşayırdım, əziyyət çəkirdim qardaşım. Pis günlərdəydim, qazım yox, işığım yox. Kutka ilə yatırdım, kutka ilə dururdum. Şükürlər olsun Allahın varlığına, çox şükürlər olsun Allahın varlığına. Mənim qabağıma Həmid müəllim kimi, Nail müəllim kimi vasitəsi çıxartdı. Bugünkü gündə qurban olum Allaha. 2 ildir mənim ayıqlığım var. And olsun Allaha. Bu Allahım şahiddir ki, Allahımın yanında ayıqam bugünkü gündə. 2 ildir mən ayıqam da. İnsan yaşayışı yaşayıram. İnsan kimi yatıram, insan kimi dururam, insan kimi yiyirəm. Şükürlər olsun Allaha, gezirəm, dolanıram, hara gedirəm. Allah Taala bütün bağlı qapıları açıb mənim üzümə. Xətir, hörmət. Ancaq bir dənə yol var, haqqın yoludur, Allahın yoludur, təmiz yoldur. Qurban olum Allah, sağalma var. Ancaq gərək Allaha dua eləyəsən, addım atasan sağalmaq var. Bir də gözümün qabağına svitoylarımı gətirirəm, balalarımı gətirirəm, əzizlərimi gətirirəm. Qardaşım, mənim yaşayışım elə olmayıb. Nə olar, rozu pürüd, bir pürüddür ki, o rozu pürüddür. Sonra o rozu pürüd həmişə olmurdu. Mən bir dənə söz deyim, deyib prestijli həyat əla şeydir, amma gəldi gedərdi. Komfortundan bək yapış günə. Bugünkü gündə şükürlər olsun Allaha, mənim komfortum budur. Ayıqam qardaşım, acam, toxam. Amma şükürlər olsun Allaha, yenə deyirəm, nağda bağlı qapılar var. Allah Taala açıb mənim üzümə. Mənim bugünkü gündə nə pul lazım, nə para lazımdır. Hara gedirəm mənsi yaşıl işıqdır. Yenə şükürlər olsun Allaha, minnətdaramsa qardaşım. Sağ ol.